Hamıya salam, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə şərq təbabətində məşhur olan cavanlıq iksiri qarışımını hazırlayırıq. Yəqin ki, aranızda bu qarışımdan istifadə edib şəfalı təsirini görənlər də olub. İllərin sınağından keçmiş bir reseptdir. Bu qarışımın şəfalı təsiri çox güclüdür. Qaraciyəri təmizləyir, onun fəaliyyətini yaxşılaşdırır, damarları süpürgə kimi təmizləyir, dərini gözəlləşdirir, cavanlaşdırır, sağlam edir. Bir sözlə orqanizm üçün olduqca faydalıdır. Qarışımın tərkibinə 3 ərzaq daxildir. Təmiz, saf bal, inandığınız, güvəndiyiniz yerdən alın. Keyfiyyətli, soyuq sıxım, yəni rafinə olunmamış zeytun yağı. Satışda var, ala bilərsiniz. Üzərində qeyd olunub ki, sızma, soyuq sıxım zeytun yağıdır. Və bir də yerli limon. Bu 3 ərzaqdan istifadə etməklə şəfalı, həm də ləzzətli bir qarışım hazırlayırıq. 200 qram təmiz saf bal götürürük. Balın üzərinə 50 qram, yəni 4 xörək qaşığı zeytun yağı əlavə edirik. Və bir də bizə 100 ml limon şirəsi lazımdır. Bunun üçün 3 orta böyüklükdə limonun şirəsini sıxırıq. Qarışdırıb şüşə bankaya tökürük, səhərin qaranlıq yerə qoyuruq. Bundan hər gün ac qarnına yeməkdən 1 saat qabaq 1 xörək qaşığı qəbul edin. Əvvəlcə bankanı çalxalayın, 1 xörək qaşığı götürüb alın ağzınıza. Yavaş-yavaş çeynəyə-çeynəyə qəbul edin, birdən udmayın. Bununla yanaşı, həm də yeməyinizə də diqqət eləməlisiniz. Çox acılı, yağlı, duzlu yemək olmaz, qızartmalar olmaz. Əvvəlcə səhər tezdən duran kimi 1 stəkan ilıq su için, 15 dəqiqədən sonra bunu qəbul edin, 1 saatdan sonra da yeməyinizi yeyin. İnşallah faydasını görərsiniz. Bəlkə aranızda bu qarışımdan istifadə edənlər də olub. Onların da fikri bizim üçün çox maraqlıdır. Necə istifadə eləmişsiniz, nəyə görə istifadə eləmişsiniz, təsirini necə görmüşsünüz, bizə yaza bilərsiniz. Bununla yanaşı buna bənzər bir qarışım da var. Orada limondur, limon suyu, bal və sarımsaq. O da çox gözəl qarışımdır. Damarları təmizləyir, immuniteti qaldırır. İnşallah bir gün onu da sizinlə hazırlayarıq. Bu qədər gözəl qarışımın reseptini də sizinlə paylaşmaq istədik. İnşallah çoxlarınıza faydalı olacaq. Bilməyənlər də öyrənəcək, istifadə edəcək. Əgər video sizin üçün maraqlı, faydalı oldusa, şərhlərinizi gözləyirik. Videonu like etməyi unutmayın. Bu qədər, həmişə sağlam olun. Hələlik.